İstiqaməni Allah Teala Kur'an'da istiqamə üzerinde olanlara nice mükafatlar gözlenilir. Allah Teala Kur'an'da buyuruyor ki: İnnellezîne qâlû rabbunallah thumme istaqâmû. O kəslər ki deyərlər ki bizim Rabbimiz Allah'tır, sonra istiqamə üzerinde olarlar. La khawfun aleyhim ve la hum yahsanun. Yani onlara korku yoktu. Yani təfsirlərdə gəlir ki, qorxu yoxdur, qabaqda gələn təhlükələrdə. Yəni qəbir azabı, ondan sonra mələklərin gəlib ondan sorğu sualı, ondan sonra körpüdən keçəndə, yəni qiyamətdə nə baş verəcəksə təhlükəli şeylər, onlara qorxu yoxdur. La xavfun və la hum yahsanun. Onlar da həmçinin kədərlənməyəcəklər. Çünki insanların çoxusu ölmək istəmir. Çünki uşağı var, ailəsi var, var dövləti var. İstəmir ki, onları tərk eləsin. Şək yoxdur ki, ona da kədər olmayacaq. Çünki nəyə görə? O insana, yəni o qədər müjdələr gələcək ki, ölüm ayağı, həmçinin o da kədərlənməyəcək. Biləcək ki, uşağını da baxan, var dövlətini də qoruyan, yəni ailəsini də qoruyan Allahdır. Yəni onda da kədərlənməyəcək. Ulaika ashabul cenneti halidine fiha. Onlar yani o cennet sahipleri. Deməli bizim Rabbimiz Allah'tır. Sonra istiqamə üzerinde qalarlar. Mükafatı nədir? Həmçinin qorxu yoxdur, kədər yoxdur və həmçinin onlar cennet sahibləridir. Orada əbədi qalacaqlar. Cəzaən bimə kanu ya'malun. Yəni etdiyi əməllərinə görə. Burada da yəni Əhlüsünnə vəl Cemaat etiqadına görə, yəni Əhlüsünnə vəl Cemaat etiqadına görə əməl lazım. Mütləq insan cənnəti qazanmaqdan ötəri mütləq əməl lazım. Çünki əməlsiz cənnət yəni təsəvvür olunmur. Alə kulli hal. Ona görə Allah Teala deyir ki, cəzaən bimə kanu ya'mal. Yəni elədiyi əməllərin mükafatında o cənnət var olaraq.